Süni intellekt artıq təhsilimizin də içindədir və bu sadəcə bir başlanğıcdır. AI səni necə öyrəndiyini anlayır. Zəif tərəflərini tapır, güclü tərəflərini inkişaf elətdirir. Sənə xüsusi bir öyrənmə planı hazırlayır. AI bizim üçün bir növ virtual müəllim rolunu oynayır. Biz onunla dil öyrənmək istəyirsə danışırıq, o bizim səhvlərimizi düzəldir, düzəltdikcə bizi öyrədir. Təhsil artıq hər kəs üçün eyni deyil. İnsanlar fərdi şəkildə öz maraqları dairəsində öyrənməyə can atırlar. Süni intellekt bizim bu tərəflərimizi öyrənir və bu tərəflərə yönlənməyimizə səbəb olur. Bu texnologiya artıq siniflərdədir. Fərdi, daha gözəl inkişaf üçün süni intellektdən maksimum dərəcədə istifadə etməliyik.